gün tarixində Bakı şəhərində Azərbaycanın dahi sənətkarı, repressiya qurbanı, mütəfəkkir şair Mikayıl Müşfiqin doğum günü qeyd edildi. Müşfiq sevənlər onun abidəsi önündə toplaşaraq şairin doğum gününü qeyd etməklə yanaşı onun ruhuna dualar oxudular. Dahi şairimizin abidəsi önündə toplaşan şeir, sənət və qələm əhli olan şəxslər şairin həyat və yaradıcılığından, onun mərd və mətanətli bir şəxsiyyət olmasından söz açdılar. Yəni gənclik yaşında, 29 yaşında klassik zirvəsinə yüksəlib. İkinci elə bir şair yoxdur ki, bu yaşında klassik olsun. Bu onun şair xoşbəxtliyidir. Müşfiqin şair xoşbəxtliyi ondan ibarətdir ki, 5 iyun bugün bütün dünyada poeziya günü kimi qeyd olunur. Və poeziya gününün içərisində təbii ki, Müşfiqin də payı var. Müşfiqin də bugün biz burada onun xatirəsini anırıq. Ədəbiyyatşünas, alim, filologiya elmlər, doktor, əməkdar, elm xadimi Mircəlal Paşayev Müşfiq sənətinə, yazına belə qiymət verirdi. Yeri gəlmiş onlar həm də dost idilər. O deyirdi ki, Mikayıl Müşfiq Azərbaycan poeziyasında parlayan, çağlayan bir dağ şəlaləsidir. Onun dərin lirizmə malik, lirik, romantik sənət inciləri milyonlarla insanın qəlbinə hakim kəsilərək onu Azərbaycan ədəbiyyatının qüdrətli klassiklərindən birinə çevirmişdir. Mən Mikayıl Müşfiqin əmsi nəvəsiyəm, Yunus Dağlının qızı. Biz Mikayıl Müşfiqin ruhu ilə böyümüşük. Onu görməsək də, onu tanımasaq da uşaqlıqdan, amma onun sözləri ilə, onun qanı ilə, canı ilə böyümüşük. Çünki o mənim atamın əmsi oğlu idi. Repressiya qurbanı olduğu vaxt 16 yaşında mənim atamı da ona görə repressiya etmişdilər. Yəni mənim atam gəldikdən sonra artıq bildiyiniz kimi Mikayıl Müşfiqin məzarı yoxdur. Bizim nəsildə tək Müşfiqin yox, mənim əmilərimin, Müşfiqin qardaşının, bir çoxunun məzarı yoxdur. Mikayıl Müşfiq bildiyiniz kimi çox dahi olub, çox. O gördüyü bir gülə, çiçəyə də nəsə bir şeir qoşmuşdu. Onun bütün şeirləri özünüz bilirsiniz ki, lirikadır, gözəldir. Onun şeirləri o qədər axarlıdır ki, belə də mahnı bəstələyəndə də daha gözəlləşib. Müşfiq bizim ailənin, necə deyim, ancaq da Müşfiq deyirdi atam. Hər dəfə o bir bacısı yadigar qalmışdı, Balaca xanım. Mən 8-ci sinifdə oxuyanda Balaca xanım artıq yaxşı deyildi vəziyyəti. Mənim və atamın qucağında keçindi. Təsvir eləyin 8-ci sinif şagirdi üçün bu nə dərəcədə bir ağır itki idi ki, ailədən sonuncunu da itirmişdik. Biz Müşfiqi yad eləyəndə də Balaca xanım bibinin qəbri üstə gedirik. Yəni ki, ondan başqa elə bil ki, Balaca xanım bibi mənə qızlığına götürmək istəmişdi. O vaxtı bilirdiniz ki, bu mümkün deyildi. Tək qadın oldu, ailə qurmadı. Ona görə bu alınmamışdı. Ancaq mən indi də özümü onun qızı kimi bilirəm, duyuram. Və həmişə də onun qəbrini ziyarət eləyirəm və çalışıram ki, onların Müşfiqin qarşısında, Balaca xanım bibinin qarşısında, ümumiyyətlə nəslimiz qarşısında onlara layiq evlad olaraq yenə də ömrümün sonunaca bu ruhda, bu də qalıb.
sarı simlərin lisanı salmaz mı qeyrətə insan? Oxu tarix. Müşfiq yaradıcılığı çox rəngarəngdir. İstəyir lirik, romantik şeirləri, istəyir vətən, torpaq, əmək şeirləri, istəyir uşaqlar üçün yazdığı şeirlər hamı tərəfindən sevilir. Onun yazdığı mahnılar dildən əzbəridir və hər zaman səslənir o mahnılar. Və bu mahnılar sanki yazılan gündən nota köçürülüb, mahnıya çevrilib. Bu da təsadüfi deyil. Ona görə ki, əvvəla bu ona musiqi duyumu ona qanından, genindən keçir. Eyni zamanda nəzərinizə çatdırıram ki, çoxunuz bilirsiniz, Mikail Müşfiq eyni zamanda həm tarda, həm də pianoda gözəl ifa edirdi. Bəlkə elə bundandır ki, yazdığı şeirlər elə yazıldığı andan mahnıya çevrilirdi. Əziz ziyalılarımız, dəyərli həkimlərimiz, müəllimlərimiz, əziz müşfiq sevərlər, sizlərin hamınızı Yasamal rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli Elşad Həsənovun adından salamlayıram və ruhumuzun dincəldiyi gözəl bir bağdayıq. Mənə elə gəlir ki, Qafar müəllim, ölməz elə o deməkdir ki, onun anım günündə də sanki bir bayrama gəlmiş kimi toplaşırsan bura. Doğrudan səhər açılandan ürəyimizdə o qədər böyük sevgi, məhəbbət var ki, çalışıq ki, gərək ehtiramla yad eləyək. Yasamal rayonunda bildiyiniz kimi Ölməz Müşfiqin adını daşıyan küçə də var, məktəbimiz də fəaliyyət göstərir və gözəl bu bağ da illərdir ki, hamınızın iştirakı ilə gəlirik burada. İldə 2 dəfə ən azından Ölməz şairimizi yad edirik. Qafar müəllim Müşfiqi o qədər gözəl xarakterizə etdi ki, ondan sonra doğrudan da nə desək az olar. Qeyd edək ki, keçirilən tədbirdə çıxış edən ziyalılar, jurnalistlər və şairlər çıxışları zamanı Mikail Müşfiqin yazdığı şeirlərini səsləndirdilər. Eyni zamanda da tədbirdə iştirak edən tanınmış müğənnilərimiz Mikail Müşfiqin şeirlərinə bəstələnmiş mahnıları ifa edərək keçirilən tədbirə əsrarəngiz gözəllik qatdılar. Hər sözün bir candır, sözdən can duyan insan üçün min dəva bəxş eləyirsən, hər gəzən bir canə sən. Bu qədər baş verməz həməndər yazar, düşərsən ayağa, başına qurban. Bu qədər baş verməz həməndər yazar, düşərsən ayağa, başına yaşına